əsaslarla turşuların indikator vasitəsilə mühiti yoxlayacaq. İndikator olaraq qırmızı kələmi qaynar suda qaynatdıq və onun rənginin çıxdığını görürsünüz. Tamam bənövşəyi rəngli məhluldur. Əsasları yoxlayaq görək hansında nə var. Birinci çay sonrası. Bu əsasidir yoxsa turş mühitdir? Əsasidir. Mavi rəngli məhlul alındı. Yaxşı. Seçən içərisinə limon suyu daxil edək. Limon suyunun mühitini yoxlayaq. Əslində limon bilirik ki, hansı mühitdir? Turş mühitdir. Bunu indikatorla, sağ olun. Dəqiq yoxlayacaq. İndikator alalım. Qırmızı fərqlidir. Baxın. Qırmızı rəng alır. Səbəbi nədir? Çünki Turş mühitin olması. Turşudan istifadə edirik. Bu sirkə turşusunu, süfrə sirkə turşusudur. Biz sirkə turşusunu yoxlayırıq. Baxın, sirkə turşusu əlavə edirik. Aha. İçərisinə yenə çox döksən, tamam qızaracaq. Baxın. Qıpqırmızı məhlul oldu. Səbəb nə idi? Sirkə turşusunun turş mühit